Qardaş, gəlirəm Bəhrəm Ustanın yanına. Görək əl işlərinə baxaq. Salam Bəhrəm Usta, nətərsin, nəyəsiniz? Əliniz qolunuz var olsun qardaş. Salam, axşamınız xeyir. Bizim mangalımızdır. Xoş gəlmişsən sən də. Sağ ol qardaş, çox sağ ol. Bax, bu dekorativ bir mangaldır. Bu da ki, yanında yəni peçkatıdır. Həm zəhmət olmasa da yaxından götür. Həm yəni peçkadır, həm də ki, kürək şəklində istifadə etmək olar. Yanında da ki, bunun əl üzüyanı da burada mövcuddur. Yəni dekorativ bir əl üzüyanıdır. Əlin qolun var olsun. Yəni təkcə belə formalı yox, müxtəlif formada mangallar, besektaş kanalı hər növdə yığılır. Yəni hər növdə bu ürün kim istəsə, yəni deyə bilər. Eləyənə də, elətdirənə də Allah xeyir versin. Sağ ol qardaş, Allah köməyin olsun, Allah sağ dəyməsin. Sağ olun, Allah razı olsun. Əlin qolun var olsun. Çox sağ olun, başkanlar razı olsun, var olasın.